Salam, hər vaxtınız xeyirli olsun. Məlum Qarabağ zəfərimiz haqqında indiyə qədər bir çox məqalələr yazılmış, materiallar hazırlanmış, mövqelər ortaya qoyulmuşdur. Mən az çəkmədən bir növ başqa yöndən bu məsələyə yanaşmaq istəyirəm. Belə ki, dünyamız var, biz varıq və bizim yaşamağımız üçün, gələcəyə getməyimiz üçün ilk növbədə bu olduğumuz dünyanı qorumalıyıq. Bu bir aksiyoma kimi təşkil olunmalıdır. Bunu qorumağın yolu eldən, obadan, necə deyirlər, vətəndən başlayır, vətəni qorumağa. Bu baxımdan mən Zərdüşt Peyğəmbərin dünyamızın belə adlandırım ki, verdiyi formuldan daha güclü, daha səlis, daha qısa bir deyim, bir mövqe indiyə qədər müəyyən materiallarla maraqlanmışam, müəyyən necə deyirlər, bir-iki vərəq, kitab vərəqləmişəm. Daha güclü bir deyimə rast gəlməmişəm öz fikrimcə. Belə ki, Zərdüşt Peyğəmbər insanlığın, dünyanın, yəni insanlığın belə deyək ki, formulun bu cür göstərmişdir. Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Bu baxımdan Qarabağ məsələsini də üç hissəyə, bu zəfərimizi fikrimcə üç hissədən ibarət yanaşsaq, fikrimi, mən öz mövqeyimi ortaya qoyuram ki, bu fikirdə bir növ, belə deyək ki, bəyənilən olar fikrimcə. Belə ki, xeyirxah fikir Azərbaycanımızın, yəni vətənimizin, dövlətimizin əsrlər boyu Azərbaycana edilən haqsızlıqlar haqqında itirdiklərimizi həmişə bir xeyirxah fikirlə ifadə etmişik ki, ümid bəsləmişik ki, bəli, bunu itirdiklərimizi nə vaxtsa qaytaracağıq. Bir nəsil olmasa da digər nəsil, əsas odur ki, bu fikir genlə, genetik olaraq bizlərdə formalaşmışdır. Və bunu fikrin sözlə ifadəsi fikrimcə 2019-cu ildə oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Qarabağ Azərbaycandır və nida işarəsi ifadəsi ilə bu xeyirxah fikrin sözlə ifadə olunmuşdur. Bu Qarabağ Azərbaycandır və nida işarəsi nə deməkdir? Fikrimcə bu uzun müddət görünən, görünməyən, deyilən, deyilməyən, qəbul edilən, edilməyənləri nəzərə alsaq da, bu daxili hazırlığın və eləcə də xarici dəstəklərin arxayınçılığı, yəni aparılan işlərin nəticəsində hər hansı bir iş görmək istəyirsə, onun dəstəkçilərinin olduğu inamında olmağın ifadəsidir. Bu, dərindən yanaşdıqda Rusiya kimi bir dövlətin Soçi şəhərində bu ifadəni işlətmək özü müəyyən hazırlıqların, müəyyən qarşıdakı görüləcək işlərin mesajı hesab edirəm, olmuşdur. Və buna tam arxayınlaşmaq üçün 2020-ci ildəki rəhmətli General Polad Həşimov faciəsinin zamanı möhtəşəm, izdihamlı o nümayişin nəticəsi belə qəbul edə bilərik ki, xalqın birliyi hər hansı bir işin görüləcək, hər hansı bir əməliyyatın keçirilməsi üçün xalqın birliyin nümayişi mesajı idi. Və o əməliyyatda birlik nümayiş etdirməyin
inamlı bir izdihamlı nümayiş idi. Və bunun nəticəsi olaraq bu hazırlıqların, bu birliyin nəticəsi 44 günlük müharibədə özün büruzə verdi, dövlətin, xalqın, ordunun və bütün demək olar ki, ictimai-siyasi təşkilatların birliyi nəticəsində 44 günlük müharibənin nəticəsi xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməli nəticəsi olaraq bu uğurlu nəticə 8 noyabrda Şuşa şəhərində təsdiqləndi. Demək, xeyirxah fikrimiz var idi. Xeyirxah söz deyildi, xeyirxah əməliyyatlar, o müharibə aparıldı və Şuşana necə gedib çıxılmazdı hamıya məlumdur. Yəni, mətbuatdan bilirik. Bir növ nəzərdə tutulmayan bir əməliyyat nəticəsində Şuşada gedib bu əməliyyat yekunlaşdı, belə deyək, müvəqqəti olaraq. Və gələcəkdə buradan Zəngəzur söhbəti, bu həmən məqamlarda Zəngəzur söhbətinin sözünün mətbuatda hallanması və eləcə də Şuşada gedib bu əməliyyatların uğurlu nəticəsi zəfər günü kimi qeyd edirik hansı. Bu gələcəyimizə, belə deyək ki, sonun başlanğıcı yox, gələcəyin başlanğıcı demək idi. Və onu diqqətə çatdırmaq istəyirəm ki, həqiqətən millət üçün, xalq üçün, dövlət üçün hər hansı bir xeyirxah fikir formalaşdıranda, xeyirxah söz deyəndə, xeyirxah əməl həyata keçirmək istəyəndə Yaradan özü də buna dəstəkçi olur, yolu açır və bunun biz canlı şahidləri olduq. Fikrimcə, hələ daha uğurlarımız qabaqdadır. Tarixi haqlarımızın qaytarılması yönündə uğurlarımız gedəcək. Bu qələbəmiz tam olsa da hələ qəti qələbə çalmağımız qarşıdadır. Tanrının izni ilə bu yöndə də işlər gedir fikrimcə və uğurlarımız, necə deyərlər, zəfərlərimiz, qəti qələbəmiz hələ qarşıdadır. Və buna doğru irəliləyirik. Nəyin sayəsində? Birliyimiz sayəsində. Həmən 44 günlük müharibədə olan birlik davam etdirilməlidir, edəcək də və Tanrımız da bizə, xalqımıza, millətimizə, dövlətimizə inanıram ki, yardımcı olacaq. Demək, əvvəldə qeyd etdiyim kimi, Zərdüşt Peyğəmbərin bu həyat, insanlıq formulun, xeyirxah söz, xeyirxah əməl, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Bu vəhdət halında olanda zəfər əldə olunur. Bunun biri çatışmayanda, bəli, itkilərimiz olur. Bu həyat belədir, bu insanlığın formuludur, bu həyatın formuludur. Bunu mən belə qəbul edirəm fikrimdən. Diqqətinizə görə sağ olun. Gələcək qələbələrimiz, zəfərlərimiz sevinci ilə Tanrı əmanətində. Diqqətinizə görə sağ olun.